Salam, hər vaxtınız xeyir olsun. Driftkar həvəskarları. Maşınımızı axır ki gətirdik, çıxartdıq seximizə mart ayında. Bundan əvvəl Hikmət Usta'nın yanındaydı, Universal Garajda. Üstünə deməli BMW mostunu quraşdırdıq, 36 kompaktlı mostunu. Qranatlar da 34 ilə. İndi burada da işlərimizi sizə göstərəcəyik. Bundan əvvəlki videoda sizə geniş məlumat vermişdik. Maşını Göyçayda dəmirçi dostumuzun yanında deməli bu işləri gördük. Dəmirçi işlərində deməli karbon hissəsini kəsdik. Stakan yerində usulyen oldu. Sonra traves yerində usulyen oldu. Sinəni də əvvəlcədən quraşdırdıq belə ki, yəni gələcəyinə 6 silindr və yaxud böyük motor qoyanda işimiz rahatlaşsın. Yəni bunları bu işləri rayonda gördük biz. Kuzanın usulyenası getdi. Seximizə gətirdikdən sonra isə Hikmət Usta'nın yanına motorun üzərindən çıxartdıq, motor üzərindədir, karobkasının, kardanın ki, biz maşında rahat işlərimizi görə bilək. Deməli, motoru zadı maşının üzərindən çıxardandan sonra bildiyiniz kimi zavod jüvüllərin hamısında burada tol olur, qır materialından olur. Bunu qaşımaq lazım idi, çünki driftkarda bunlar məsləhət deyil olsun, yanğına zada görə, təhlükəsizliyə görə. Həm də içi kraskalanacaqda, yəni tərtəmiz olmalıdır. Həm bu qırı qaşıdıq qrilka ilə, laqon daladıq tərtəmiz, inşallah kraskaya gedəcək. Amma ən əsası karkas, yəni roll cage quraşdıracaq, karkas bezapası, təhlükəsizlik karkası. Onlar hamısı quraşdırılandan sonra bizim sexdə gedir inşallah maşın malyara, ondan sonra gəlir yenə bura sizə əlavə məlumat veriləcək inşallah. Deməli, 21.05 driftkar proyektimizdə növbəti planımız nədir? İnşallah bu karkas bezapaslısı roll cage maşını quraşdıracağıq. Nəzərə çatdırım ki, bunu Rusiyadan xüsusi sifarişlə sırf 21.05 üçün hazırlatdırdıq. Hər bir şey gəlib, bir dənə üstünə quraşdırıb, birləşdirmək lazımdır müəyyən hissələrdən. Bunu quraşdıracaq inşallah. Yüngül kapot sifariş eləmişdik plastikdən. Onu quraşdıracaq maşına. Bütün bunları tamamlayandan sonra biz sexdə onu göndəririk maşını inşallah malyara. Karkas ayrıca kraskalanacaq, salon ayrıca, çölü ayrıca, motorxana ayrıca. İnşallah izləmədə qalın, bütün işlərin hamısını paylaşacaq.